Deməli uşaqlar, biz bilirik ki, 3-cü, 7-ci əsrlərdə Azərbaycan hansı dövlətin tərkibində idi? Sasanilərin. Düzdür? Həm Azərbaycanın şimalı, yəni ki, Albaniya, həm də Azərbaycanın cənubu 3-7-ci əsrlərdə Sasani dövlətinin tərkibində idi. Amma 630-cu ildə Ərəbistan yarımadasında bir dövlət yaranır. Hansı dövlət? Ərəb dövləti. Və bu Ərəb dövləti yaranandan sonra, yəni ki, 7-ci əsrdə başlayır neyləməyə? Qonşu əraziləri və digər əraziləri özündən asılı hala salmaq üçün mübarizə aparmağa. Deməli, bir dənə buna da diqqət edin. Ərəblərdə dövlət, xilafət, hökmdar isə xəlifə adlanır. Yəni oxuyanda çaşmayın. Məsələn, ərəb xilafəti deyirsən, ərəb dövləti deyir. Və yaxud da ki, hər hansısa bir hökmdarın adını çəkib xəlifə deyirsə, deməli orada hökmdar deməkdir, yaxşı? Hə. Deməli, ərəb dövləti yaranandan sonra başlayır neyləməyə? Azərbaycana yürüşlər etməyə. Azərbaycan demək ilk olaraq Sasani dövlətinə. 633-cü ildə xəlifə, yəni ki, ərəb hökmdarı Əbu Bəkirin başçılığı ilə ərəb qoşunları İraqla Şamı keçib hücum edir hara? Sasani dövlətinin ərazisinə. Bu zamanda bilirik ki, biz Sasani dövləti Albaniyanı neyləmişdi? Özündən asılı hala salmışdı və həmin vaxtda da Albaniyada hansı sülalə idi? Mehranilər sülaləsi idi hakimiyyətdə. Buna görə də Sasanilərin ərəblərlə mübarizəsində Varaz Qriqorun oğlu Cavanşir Sasanilərə neynəyəcəkdi? Kömək edəcəkdi. Nə üçün? Çünki asılı idi Sasanilərdən. 636-cı ildə ərəblərlə Sasanilər arasında Kadisiya döyüşü olur. Deməli, kimlər arasında? Ərəblə Sasani arasında. Bu döyüşdə Sasanilərin müttəfiqi kim idi? Təbii ki də Albaniyanın Mehranilər sülaləsi idi. Və həmin vaxtda da Alban ordusuna kim başçılıq edirdi? Cavanşir. Bir dənə bura diqqət edin, Cavanşir həmin vaxtda hökmdar deyildi. Nə idi? Sərkərdə idi. Hökmdar kim idi bəs Albaniyada? Varaz Qriqor idi. Yaxşı, Varaz Qriqor öz oğlunu Cavanşiri sərkərdə kimi göndərmişdi Sasanilərə köməyə. Deməli, Kadisiya döyüşündəki Cavanşirin igidliyinə görə Sasani hökmdarı 3-cü Yezdagir Cavanşiri neynəmişdi? Mükafatlandırmışdı, ona qızıl kəmər və qızıl saplı qılınc bağışlamışdı. 637-ci ildə isə yenə ərəblərlə Sasanilər arasında Ktesfon döyüşü olur və yaxud da digər adı nədir döyüşün? Mədain döyüşü. Bu döyüşdə isə Cavanşir görür ki, Sasanilər məğlub olacaq, ərəblər qalib gələcək. Ona görə görür ki, mübarizə aparmaq onsuz da məğlubdur, mübarizə aparmaq onsuz da mənasızdır, yəni Sasani məğlub olacaq. Ona görə nə edir? Cavanşir döyüş meydanını tərk edir, qayıdır öz ölkəsinə. Yaxşı. Uşaqlar, Kadisiya-Ktesfon döyüşlərindən sonra ərəblər 639-cu ildə hücum edirlər Qəzvinə. Baxın, Qəzvin hardadır uşaqlar? Düz baxın, bu buradadır Qəzvin, bu hissədə. Qəzvin tutulandan sonra görürsünüz ki, avtomatik olaraq ərəblərin yolu hara açılır uşaqlar? Baxın, bura haradır? Cənubi Azərbaycana. Yəni, sizə sual versə ki, ərəblərin Cənubi Azərbaycana yolu haçan açılır? 639-da Qəzvin tutulandan sonra. Qəzvindən sonra ərəblər 642-ci ildə Nəhvəndlə Həmədanı tuturlar. Baxın, elə onlar da bu hissədədir. Və elə 643-cü ildə isə ərəblərlə Sasani canişini arasında Cərmidan döyüşü olur. Yəni ki, uşaqlar, Cərmidan döyüşü sizə sual versə ki, hara yaxınlığındadır? Baxın, Ərdəbil yaxınlığında. Baxın, burada Cərmidan döyüşü olur. Biz bilirik ki, həmin vaxtda Azərbaycanın cənubu, həm də Azərbaycanın şimalı kimin tərkibində idi? Sasanilərin tərkibində idi. Azərbaycanın cənubunu Sasani canişinləri idarə edirdi. Həmin vaxtda da Cərmidan döyüşündə də Sasani canişini kim idi? İsfəndiyar idi. İsfəndiyarla ərəblərin ilk xəlifələri arasında döyüş olur. Və bu döyüşdə kim qalib gəlir? Təbii ki də ərəblər qalib gəlir. Sasani mərzibanı İsfəndiyar məğlub olur. Və bu zaman İsfəndiyar məcbur qalır, ərəblərlə neynir? Sülh müqaviləsi imzalayır. Elə Cərmidan döyüşünün ilində 43-də. Bu müqavilənin şərtinə əsasən Azərbaycan əhalisi imkan daxilində cizyə nədir? Ərəblərdə can vergisidir. Can vergisi ödəməli idi. Qadınlar, uşaqlar, xəstələr, zəlillər can vergisindən azad idilər. Və ərəblər əhalinin əmlakına, dini inanclarına, qanunlarına toxunmayacaqlar. Yəni ki, ərəblər ilk vaxtlar özlərini necə göstərirlər? Çox məsum göstərirlər. Deyirlər, bizim sizinlə işimiz yoxdur, əhali ilə işimiz yoxdur, bizim işimiz torpaq tutmaqdır. Belə göstərirdilər özlərini bizə.
Lakin ərəblər Cərmidan döyüşündə cənubu tuturlar. Yəni bütün Cənubi Azərbaycan Cərmidan döyüşü nəticəsində tutulur. Və baxın uşaqlar, cənub tutulubsa, ərəblərin yolu hara açılır? Təbii ki də şimala. Şimali Azərbaycana, yəni ki Albaniyaya. Yəni sizə sual verə bilər ki, hansı hadisə nəticəsində ərəblərin yolu Şimali Azərbaycana açıldı və yaxud da ki, hansı hadisə nəticəsində bütün Cənubi Azərbaycan tutuldu? Baxın, Cərmidan döyüşü nəticəsində. Yaxşı. Cərmidan döyüşündən sonra Ərdəbildə üsyan baş verir. Kimə qarşı? Ərəb ordusuna qarşı. 644-645-də. Lakin bu üsyan Ərəb xəlifəsi, yəni ərəb hökmdarı Osman tərəfindən yatırılır. Osman qoşun göndərir və bu qoşun tərəfindən bu üsyan yatırılır. Deməli, bir də bunu deyim ki, uşaqlar, ərəblərdə 3 dənə sülalə olub. Birincisi Rəşidi xəlifələr və yaxud da ki, ilk xəlifələr deyirik biz buna. İkincisi Əməvilər deyirik. Üçüncüsü isə Abbasilər deyirik. Onların illəri də var. Baxın, ilk xəlifə, qısaca yazıram, 632-dən 661-ə qədərdir. Yəni, bu illərdə olan hadisələr ilk xəlifələrin dövrüdür. Əməvi 661-dən, baxın, bir-birlərini əvəz edirlər, 750-yə qədərdir. Abbasi isə 750-dən ta sona qədər, 1258-ə qədər bununla da ərəb dövləti süqut edir. Yaxşı, bax, bu illəri tam şəkildə əzbər bilmək lazımdır. Uşaqlar, deməli, ərəblərin Cərmidan döyüşündən sonra şimala yolu açıldı və ərəblər sadəcə, baxın, buradan yox, həmçinin, baxın, bu hissədən də gəlib şimala hücum edirlər. Yəni, iki istiqamətdən şimala hücum edirdilər. Bu zaman, baxın, uşaqlar, elə 643-cü ildə bunlar nə etdilər? Dərbənd üzərinə yürüş etdilər. Çünki bunların ən böyük arzularından biri Dərbəndi tutmaq idi. Bu zamanda Dərbənd təbii ki də Sasani canişinləri tərəfindən idarə olunurdu. Yəni Sasani Mərziban tərəfindən. Həmin zamanda Sasani Mərzibanı kim idi? Şəhriyar idi. Həm Dərbəndin, həm də ki Şirvanın hakimi idi. Elə 643-cü ildə ərəblər Şəhriyarla nə etdilər? Müqavilə imzaladılar. Bu müqaviləyə əsasən yerli əhali ərəblərə tabe olmalı idi, yəni Dərbənd əhalisi ərəblərə tabe olmalı idi və vergi ödəməli idi. Lakin ərəblərin göstərişi ilə Dərbənd keçidin müdafiəsində duran Dərbənd əhalisi vergidən azad edildi. Yəni ki, bax, bu Dərbənd keçidi buradadır. Bu Dərbənd keçidin müdafiəsində duran ərəb əhalisi, Dərbənd əhalisi vergidən azad edildi. Əvəzində nə etdilər? Vergi vermədilər. Bəs əvəzində nə etdilər? Həmin o Dərbənd əhalisi ərəb ordusunda xidmət etməyə başladılar. Və bütpərəstlərə və Xəzərlərin yürüşlərinə qarşı ərəblərə kömək etdilər. Çünki bu istiqamət elə bir istiqamətdir ki, kim istəyir buradan gəlib Azərbaycana keçə bilər. Həmin vaxtda Cənub ərəbinin də daxı avtomatik buradan gəlsələr ərəblərin üzərinə hücum edəcəklər. Düzdür? Ona görə də ərəb dövləti Dərbəndlərə belə bir təklif eləyir. Deyir, siz bizə vergi ödəməyin, əvəzində bizim sərhədlərimizi qoruyun. Şimaldan gələn hücumlardan bizi qoruyun. Əhali də təbii ki də vergi istəmir, buna razı olur. Bildik? Deməli, buranı silək. Biz bildik axı Cərmidandan sonra dedik şimala yol açılmışdı. Düzdür? Elə 644-cü ildə ərəblər Muğanı tuturlar. Muğan haradır uşaqlar? Baxın bu hissə. 644-də Muğanı tuturlar. Və Muğan əhalisi ilə müqavilə imzalayırlar. Yenə Muğan əhalisi ərəblərə vergi ödəməli idi və s. Deməli, Dərbənd də tutuldu, Muğan da tutuldu. Bundan sonra 644-də onlar bir də, baxın, buradan gedirlər Tiflisə. Baxın, Tiflisi də tuturlar. Tiflis indi haradır? Gürcüstanın paytaxtı. Deməli, 644-də 2 dənə ərazi tutdular. Və 643-644-cü illərdə ərəblər, baxın, bütün Şimali Azərbaycanı tuta bilmədilər. Sadəcə, baxın, bu Xəzərin qərb sahillərini tutdular, bir də burada Tiflisi tutdular. Yaxşı. Sizə sual verə bilər ki, nə üçün ərəblər ilk vaxtlar Azərbaycana yürüyüş edəndə Azərbaycan əhalisi elə də ciddi müqavimət göstərmirdi? Çünki bunun səbəbləri nə idi uşaqlar? Ərəblər birinci özlərini bizə çox məsum gün göstərmişdilər. Bizlə xoş münasibət bəsləmişdilər, biz də xoş münasibət görən kimi nə oluruq? Aldanırıq.
Daha sonra ilk yürüşlər zamanı İslamın amillərinə diqqət yetirmiş. Yəni İslamda olduğu üçün müharibə aparırdılar. İnsanları incitmirdilər, daxili işlərinə baş qoşmurdular. Sadəcə bizdən vergi toplayırdılar, fiso. Yəni bizim daxili işlərimizə baş qoşmurdular. Ona görə də Azərbaycan əhalisi buna aldanmışdı. O qədər də ciddi müqavimət göstərmirdi. Sonra gələk uşaqlar ərəblərlə Xəzərlər arasında olan müharibədən danışaq. Deməli, Xəzər dövləti bilirik ki, harda yaranan? Şərqi Avropada yaranan bir dövlət idi. Bunun Azərbaycanı, Albaniyada da yürüşlərini görmüşük. Xəzərlərlə ərəblərin də ərazi uğrunda müharibələri olub. 7-ci əsrdə başlayıb, 8-ci əsrin sonlarında bitib. Yəni ki, ərəblərin 3 sülaləsi də, Rəşidi xəlifələr də, Əməvilər də, Abbasilər də bu müharibəni görüblər. Birinci döyüşümüz bizim 1-ci Bələncər döyüşüdür, 643-də. Ərəblə Xəzər arasında qalib gəlib, Xəzər qalib. Ərəblə Xəzər arasında baş verib, Xəzər qalib gəlib. Nə üçün? Çünki belə məntiqlə yadda saxlayın. Bələncər Xəzər dövlətinin paytaxtı idi ona görə. Baxın, Bələncər də buradaydı. Dərbəndin üstündə idi Bələncər. İkinci Bələncər döyüşü isə 10 il sonra, baxın, 653-də baş verib. 43, 53. Belə asan yadda saxlayın. Yenə də kim qalib gəlib? Yenə də Xəzər qalib gəlib burada. Lakin ta 722-ci ildə artıq bu ərəblər öz istəklərinə nail olur, Bələncər şəhərini tuta bilirlər. Buna da 3-cü Bələncər deyirik. Yaxşı. Bundan sonra 731-ci ildə ərəblərlə Xəzərlər arasında Savalan dağı yaxınlığında döyüş olur. Bu döyüşdə də yenə Xəzər qalib gəlir və Xəzər bu döyüş nəticəsində Diyarbəkiri, bir də ki Mosulu ələ keçirdir. Baxın, Savalan da bu istiqamətlərdir. Van gölünün yanı. Sonuncu döyüşümüz isə Hilat döyüşü olur. Hilat döyüşünün orada ili verilməyib, mən sizə deyirəm, 737-ci ildə. Amma bu döyüşdə qalib kim digərlərindən fərqli olaraq ərəblərdir. Və bu döyüş nəticəsində Xəzərlər Azərbaycandan qovulurlar. Yəni ki, ərəblərlə Xəzərlər arasında Azərbaycan uğrunda olan müharibə başa çatır. Amma döyüş başa çatmır. Bunlar sadəcə Azərbaycan uğrunda müharibəni başa çatdırırlar. Baxın, burada, nə bilim, bu hissələrdə müharibə yenə də aparırlar. Ta 8-ci əsrin sonuna qədər. Yəni ki, hansısa suallarda səbəb nəticədə sizə deyər ki, Hilat döyüşü nəticəsində Xəzər-ərəb müharibəsi başa çatdı. Yox, Azərbaycan uğrundakı Xəzər-ərəb müharibəsi başa çatdı. Yaxşı. Bu da ki, Xəzər-ərəb müharibələri.